Dan yeri sökülür, səhər açılır. Bu səhər başqa səhərlərdən çox fərqlənir. Geridə buraxdığım, yaşadığım o illərə dönüb baxanda sanki bir idman yarışındaymış kimi qaçaraq, şikayətlənərək, harasa tələsirdim, ötüşürdüm, geri qalırdım deyə özümü qınadığım o illərə çox təəssüf edirəm. Nəhayət anladım ki, hər kəs bu dünyaya öz həyat hekayəsini yazmağa gəlib və sən çalışıb öz həyat hekayəvi rəngarəng və maraqlı yazmalısan. Ya öz həyat hekayəvi yazacaqsan, ya da ki, kiminsə həyat hekayəsində sadəcə bir rol ifa eləyəcəksən. Ola bilsin, hər şeyin olsun, amma o sənin öz həyat hekayən olmayacaq. Amma öz həyat hekayəvi yazırsansa, o maraqlı olmalıdır və o acılı, şirinli xatirələrlə dolu olmalıdır. O həm yaxşı, həm pis günlərdən ibarət olmalıdır. Bax, əsl həyat da elə budur.